Salam əziz izləyicilərimiz, biz bugün Göygöl rayonunun Çaykənd kəndində çox gözəl bir ziyalı müəllimimizin evindəyik. Xoş gördük müəllim sizi. Təşəkkür edirəm, xoş gəlmisiniz. Çox sağ olun. Adınızı, soyadınız? Ələsgərov Əflatun Qəşəmoğlu. Neçənci ildə anadan olmuşsunuz və harda? Mən Ələsgərov Əflatun Qəşəmoğlu Kəlbəcər rayonunun Yanşaq kəndində 1967-ci ildə ziyalı ailəsindən anadan olmuşam. Hansı ali məktəb bitirmişsiniz, hansı ixtisas üzrə dərs vermişsiniz? Mən demək, indiki Məmməd Əmin Rəsulzadənin Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirmişəm, tarixçi, tarix müəllimi ixtisası üzrə və hal-hazırda da pedaqoji fəaliyyətimi davam etdirirəm. Müəllimlik fəaliyyətinizə nə vaxt başlamışsınız? Müəllimlik Hansı məktəblərdə dərs demişsiniz? mən demək olar ki, məcburi köçkün biz düşməmişdən əvvəl öz doğma yerimizdə, yurdumuzda, torpağımızda pedaqoji fəaliyyətə başlamışam və doğma anadan olduğum doğma Yanşaq kəndində ilk demək pedaqoji fəaliyyətim orada olub. Sonra mən qonşu Çəpli kənd tam orta məktəbində müəllim öz ixtisasım üzrə müəllim işləmişəm və 1993-cü ilin mənfur qonşularımızın belə deyək ki, torpaqlarımızın işğalı nəticəsində doğma torpaqlardan köçkün vəziyyətinə düşmüşəm və müvəqqəti olaraq Göygöl rayonu Çaykənd kəndində məskunlaşmışıq və hal-hazırda da burada biz fəaliyyətimizdəyik, pedaqoji fəaliyyətimi davam etdirirəm. Amma onu xüsusi qeyd etmək istəyirəm ki, bu məktəbdə 93-cü ildən, yəni ki, burada yenidən təşkil olunmuş 58 nömrəli tam orta məktəbin elə ilk yaradıcısı da mənim atam Ələsgərov Qəşəm Aslanoğlu olmuşdur. O məktəbi təşkil elədi. Buradakı Kəlbəcərlilərin bilavasitə o köməyi və dəstəyi sayəsində, xalqın köməyi ilə biz məktəbi tədris təşkil edə bildik, gəncləri, şagirdləri məktəbə cəlb elədik və o vaxtdan da... Siz də onun yolunu davam etdirdiniz. Bəli, onun yolunu davam etdirdim. Mən ümumilikdə neçə il fəaliyyət göstərmişsiniz? Hal-hazırki ili daxil etsək, belə götürəndə harca 35 ildən... 36 il. Bəli, 36 il. 90-cı ildən başlanız, 36 il. Amma hal-hazırda həm də yəni ixtisasım üzrə müəllim kimi onun çox hissəsini işləmişəm, amma hal-hazırda məktəbdə, sinifdən xaric məktəbdən kənar işlər üzrə direktor müavini vəzifəsindəyəm. İndi hal-hazırda. Bəli, hal-hazırda. Çox gözəl. Fəxri adlarınız, mükafatlarınız olub? Fəxri adlarım icazə versəydiniz təqdim edərdim. Mənə elə müəllim gününə münasibəti ilə demək rayonumuzun çox hörmətli Yeni Azərbaycan Partiyasının sədri müəllimin təqdimatı var, fəxri fərmanı var. Çox gözəl. Biz onu, mən icazə versəniz təqdim edə bilərdim.